Situasiya suallarında verirlər, biliyin növünü soruşurlar, taksonomiyanı soruşurlar, təfəkkürü soruşurdular. İndi isə artıq inteqrasiyanı da soruşurlar. Yəni verilən situasiyada həm taksonomiya inteqrasiya soruşa bilərlər, təfəkkür inteqrasiya soruşa bilərlər. Ona görə də bu hüquqi savadlıqdan, yəni çıxarılan bölmədən inteqrasiyanı saxlayıblar. Burada da inteqrasiya üzrə də biz təlimdə müxtəlif tipli situasiyalar işləyirik. Və bu situasiyalarda əsasən müəllim öz fənninin məzmun xəttini bilməlidir. Çünki imtahanda ən çox sizə inteqrasiya, məzmun xəttləri üzrə situasiyalar düşür. Onda da biz hər bir müəllimə fərdi yanaşacağıq. Və bu hüquqi savadlı kompetensiyasında digər mövzu saxlanılıb distantın növləri. Biz keçirdik distant haqqında, distantın hər bir növünü keçirdik. Ümumiyyətlə təhsil almanın növlərini keçirdik. Əyani, distant, daha sonra nə varsa hamısını keçirdik. Lakin burada qoyuruq hamısını bir kənara, yalnız keçəcəyik sinxron və asinxron. Yəni hüquqi savadlıqdan iki mövzu qalıb. Biri inteqrasiya və növləri, digəri isə distantın növləridir, sinxron və asinxron. Və 21-ci əsr kompetensiyalarıdır. Hansı ki 21-ci əsr kompetensiyaları sonuncu dəfə 2024-də, 2023-də əlavə olunmuşdu proqrama. Yenə də həmən mövzu qalır ki, bunu da biz təhsil hüquqi savadlığı keçəndə onun daxilində keçirdik. Yəni burada ən çox bilirsiniz nələr çıxarılıb? Hüquqi savadlıq çıxarılıb, o başqa qoyduq kənara. Daha sonra burada bəzi mövzular vardı, hansı ki belə deyim də bizə lazım olmayan həqiqətən də bəzi mövzular vardı ki, onlar tamamilə buradan çıxarılıb. Əlavə olunub burada təfəkkürün növlərindən yenilər var. Məsələn biz keçirdik məntiqi, tənqidi, yaradıcı təfəkkürü. İndi burada əlavə olunub praktik təfəkkür, produktiv təfəkkür, analitik təfəkkür, abstrakt təfəkkür, bunlar əlavə olunub. Bilgin növləri də əvvəl də vardı, indi də qalıb. Taksonomiyalardır. Deməli, taksonomiyadan idrak taksonomiyası qalıb, digərini çıxarıblar. Emosional və psixomotor taksonomiyanı artıq keçməyəcək. Yalnız Bloom taksonomiyasını keçəcək. Və bu, belə deyim, emosional və psixomotor taksonomiyanın əvəzinə yeni mövzu salıblar. Səriştə əsaslı tapşırıqların hazırlanması. Yəni, normanın dərin bilik səviyyələri nəzəriyyəsini psixomotor və emosional çıxararaq onun yerinə salıblar. Daha sonra təlim modelləri vardı, qalıb birbaşa, layihə əsaslı, oyun əsaslı, problem əsaslı, araşdırma əsaslı. Baxın, sinxron və asinxron, hansı ki, bugün mən sizə onun izahını verəcəm. Daha sonra təlim üsulları var. Təlim iş formaları var ki, bunlar öz yerində qalıb. Yəni də çox şükür, hər dəfə proqramda yenilik olanda yeni üsul əlavə edirdilər. Bu dəfə isə üsullara toxunmayıblar. Əvvəl hansı üsullar, təlim üsulları keçirdiksə, yenə də həmin təlim üsulları qalıb. Nə heç bir çıxarmayıblar buradan heç bir üsulu və yaxud da ki, hansısa bir üsulu əlavə etməyiblər. Planlamadır öz yerində qalıb, yəni gündəlik planlama, illik planlama. Daha sonra şagird yönlü interaktiv təlim var, problemin qoyuluşu, şagirdin dərsə cəlb olunması, sual-cavab, əməkdaşlıq, refleksiya, motivasiya, bunlar dərsin mərhələləri də gedir. Daha sonra müəllimin fasilitasiya bacarığı qalıb, bu da əvvəl də vardı. Fərdiləşmiş təlim var burada. Bunu inklüziv təhsil və diferensial yanaşma. Yəni bu iki mövzunu da biz əvvəllər də keçirdik. Öyrənmə tərzləridir, qalıb. Və burada çıxarılan mövzuların yerinə yeni mövzular əlavə ediblər. Bunlar da şagirdlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün, rəqəmsal səriştələrini inkişaf etdirmək üçün onlayn lazım olan proqramlardır. Hansı ki, təlimdə rəqəmsal vasitələr süni intellekt və Google-dur, Classroom-dur, Kahoot-dur, ChatGPT-dir. Sonra digər proqramlardır ki, hansı ki, şagirdlər bu proqramlarla işləyə bilsin, bu proqramlarla testlər hazırlaya bilsin. Yəni, bunu proqrama salmaqda məqsədləri odur ki, birinci, biz müəllim olaraq bilməliyik ki, bu proqram nə üçündür? Çünki bilirsiniz ki, indi müəllimlərin çoxu neçə illərin müəllimidir. Onlar, yəni, məlumatı yoxdur rəqəmsal savadlıqdan. Bəzi bu onlayn platformalar haqqında məlumatları yoxdur. Ona görə də bunları proqrama əlavə ediblər ki, hər bir müəllimin birinci məlumatı olsun ki, sonra şagirdə bunları öyrədə bilsin. Yəni, mən əgər Google Forumda, Google Classroomda bu haqda məlumatım yoxsa, burada hər hansı bir testi, materialı uşağa necə hazırlaya bilərəm? Elə deyilmi? Yəni, buna proqrama salmaları çox yaxşı oldu. Yəni, bunlar da çətin mövzu deyil, hər biri rahatdır. Daha sonra yeni bir
mövzu da var. Tədrisdə dizayn düşüncəsi. Bu da yenidir. Görürsünüz, burada ən çox üstünlük veriblər rəqəmsal savadlığa. Sonra qiymətləndirmədir. Qiymətləndirmənin növləridir. Hər biri öz yerində qalıb. Zaten biz keçirdik, məktəb daxili qiymətləndirməni keçirdik. Daha sonra beynəlxalqı keçirdik, millini keçirdik, beynəlxalqın növlərini keçirdik. Yəni qiymətləndirmə bölməsinə toxunmayıblar. Qiymətləndirmə bölməsi necədirsə, elə də yerində qalıb. Daha sonra pedaqoji və psixoloji yanaşmalar, buna biz pedaqoji və psixoloji nəzəriyyələr də deyə bilərdik. Burada da bəzi nəzəriyyələr var ki, qalıb, bəzi nəzəriyyələr var ki, onu çıxarıblar. Yeniliklər hansılar? Məsələn, Jungun psixoloji tiplər nəzəriyyəsi yeni deyil. Biz bunu, mən şəxsən bunu özüm həm də psixoloq olduğum üçün şəxsiyyətin formalaşması var mövzularımızdan biri. Şəxsiyyətin formalaşmasının daxilində keçirdik bunu. Yəni Jungun psixoloji tipləri, şəxsiyyətin tiplərini biz keçirdik, yenə də öz yerində qalıb. Yəni burada yeniliklər nəzəriyyə olaraq demək olar ki, yenilik yoxdur, əvvəlkilər də hamısı qalıb. Sadəcə burada koqnitiv öyrənmə var, tədqiqat əsaslı öyrənmə nəzəriyyəsi var. Bunlar yeni əlavə olunub. Daha sonra sinifdə təhlükəsiz psixoloji sosial mühitin qurulması var. Burada yeni Castle modeli əlavə olunub sosial-emosional öyrənmədə. Digərləri də səmərəli öyrənmə mühitidir. Daha sonra idarə etmə mexanizmlər, strategiyalardır, sinifin idarə olunmasında, prosedurlar, qaydalardır, zaten onları da keçirdik. Müəllim-şagird, müəllim-valideyn münasibətlərdir. Şagird davranışın idarə olunmasıdır. Bax, o behaviorizm vardı, hansı ki biz deyirdik ki, stimul vermə, cəzalandırma. Bax, onları biz davranışın idarə olunmasında keçəcəyik. Çünki operant şərtlənmə və ya behaviorizm şagird davranışı ilə əlaqədardır. Eyni zamanda qısnama bullyingdə həm müsahibədə verilən mövzulardandır, həm də test imtahana düşən mövzulardandır. Yəni, dediyim kimi, çox belə deyək də, lakonikləşdiriblər, qısaldıblar. Lazımsız olan mövzuları çıxarıblar. Demək olar ki, mövzuların sayını da azaldıblar. Yəni, 2026-da imtahan verən müəllimlər üçün həqiqətən də çox sadələşdiriblər metodikanı. İndi bugün mən sizə, özünüz də bayaq gördünüz, sinxron və asinxronu qeyd etdik. Sinxron və asinxron haqqında məlumat verəcəm. Distantın növlərindəndir. Biz bunu yəni ki, əvvəl də keçirdik zaten. Mən bunu keçirdim hüquqi savadlığın daxilində. Çünki distant təhsil alma forması olduğu üçün onun növlərini də həmən mövzularla ardıcıl keçirdik. Ümumiyyətlə, distant təhsilin bir neçə növü var. Ən çox bunlardan bizə sinxron və asinxron lazım olacaq. Distant təhsil nədir? Bax, hal-hazırda bizim təlimdə tətbiq etdiyimiz təhsil distantdır. Yəni, məsafədəndir. Hər kəs əyləşib öz evində, hər hansı bir İKT, kompüter üzərindən təlimə qoşulur. Bax, bunun adı olur distant təhsil. Yəni, hər hansı bir kompütermi, telefonmu, hər hansı bir alət üzərindən qoşulduğumuz təhsilin növü distant təhsildir. Məsafədən öyrənmədir. Və distant təhsil ilk dəfə İngiltərədə yaradılıb 1840-cı ildə. Azərbaycanda isə 2009-cu ildən artıq deyək ki, təsdiq olunmuşdur. 2009-cu ildən təsdiq olunmuşdur. Yəni, Azərbaycanda distant təhsilə zəruri hallarda, zərurət yarananda istifadə edirlər. Misal üçün, yadınızdadır da, koronavirus yayıldı. Koronavirus yayılanda məktəblər distant təhsilə keçdi. Amma bu demək deyək ki, mütəmadi daimi Azərbaycanda distant təhsil tətbiq olunur. Xeyr, distant təhsil yalnız zəruri hallar yarananda tətbiq oluna bilər. Yaxşımı? Daha sonra distant təhsilin hansı xüsusiyyətləri var, hansı belə deyək üstünlükləri var. Burada çeviklik var, modulluq var, səmərəlilik var. Çeviklik nədir? Bax, bir var ki, hansısa kursda əyani bir təlimə qoşulursunuz. İstər ixtisasdan və yaxud da ki, metodikadan. Sən çalışırsan ki, vaxtında gedib ora çatasan, vaxtında evdən çıxasan, vaxtında gedib həmən kursa çatasan. Elə deyilmi? Amma distantda elə deyil. İstədiyin mühitdən, hətta yol gedəndə, maşından da və yaxud da ki, hər hansı bir məclisdə olanda da sən qoşula bilirsən. Və sürətli şəkildə nə edə bilirik? Biz təlimə qoşula bilirik. Fərqi yoxdur. Yəni, yerin, mühitin heç bir fərqi yoxdur bizim üçün. Bəs modulluq nədir?
Modulluqda odur ki, keçirilmə formalarıdır. Yəni, distant hansı formalarda təşkil olunur? Modulluq odur. Səmərəlilik də odur ki, heç bir xərciniz çıxmadan, düzdür, internetin pulunu ödəyirik ay-bay, amma bir var yol pulu çıxa, harasa gedirik ya neysə bir maddi cəhətdən vaxt pulumuz çıxa və yaxud vaxt itkisi ola, burada bu baş vermir. Nəyə görə? Çünki səmərəlidir. Hər birimiz üçün səmərəlidir. Hər kəs əyləşir öz evində, təlimə qoşulur. Yəni, distantın üstünlükləri budur. Çatışmazlıqları nələrdir? Təbii ki, onlar haqqında da danışacağıq. Və xarakterinə görə növləri bir çoxdur. Bayaq da dedim, sinxrondur, asinxrondur, hibriddir. Yadınızdadırsa, koronavirusu yayılanda hibrid təhsildən də istifadə olunmuşdur. Kompüter əsaslı distant təhsildir və bu təhsilin keçirildiyi kurslar var. Sabit onlayn kurslar var, açıq onlayn kurslar var. Bunlar haqqında da indi məlumat verəcəyik. Gəlin, birinci başlayaq. Çox gözəl, ən əsas deyərdim ki, distantın ən üstün növlərindən biri olan sinxron haqqında. Bax, bizim keçdiyimiz hal-hazırda sizin qoşulduğunuz və yaxud qoşulacağınız Zoom platforması üzərindən olan təlimimiz sinxrondur. Nəyə görə sinxrondur? Sinxron necə təşkil olunur? Canlıdır. Hal-hazırda, bax, bizdə nə var? Qarşılıqlı canlı ünsiyyət var. Mən danışıram, siz dinləyirsiniz. Siz istədiyiniz zaman mikrofonu açıb sual verə bilərsiniz və anidən də sizin verdiyiniz suala cavab veriləcək. Eyni zamanda bu Zoom platforması üzərindən keçdiyimiz sinxronun digər üstünlüyü də odur ki, müəllimlərdə ünsiyyət bacarığını inkişaf etdirir. Bax, mən də WhatsApp üzərindən də təlim keçmişəm, YouTube üzərindən də təlim keçmişəm. İnanın ki, nəticələrimiz Zoomda daha çox yüksək olur. Nəyə görə? Çünki növbəti təlimdə artıq mən sual-cavab edəcəm sizi. Bilirsiniz ki, Elnura müəllim məni sual-cavab edəcək deyə məsuliyyətli oluruq, daha da məsuliyyətli oluruq, oxuyub öyrənirik ki, müəllim məni sual-cavab edəcək. Ona görə də burada həmçinin qarşılıqlı ünsiyyət də olur. Qarşılıqlı ünsiyyətdə bizə müsahibə mərhələsində çox böyük kömək olur. Çünki bizdə ünsiyyət bacarığını inkişaf etdirir, təqdimat bacarığını inkişaf etdirir, kommunikasiya bacarığını inkişaf etdirir. Həmişə ilk təlimdə mən müşahidə edirəm ki, müəllimlər biraz suallara cavab verməkdə çətinlik çəkirlər, biraz utancaqlıq olur. Sonra görsən ki, o qədər gözəl avtomatikləşir ki, onlar da sualı eşidən kimi özgüvənlə avtomatik cavab verirlər. Bax, həmən müəllimlər gedirlər, müsahibədə də heç bir problem yaşamırlar. Müsahibədə də ünsiyyət bacarıqlarından düzgün istifadə etmiş olurlar. Bu təlim səmərəlidir. Yəni, sinxron təhsil səmərəlidir, interaktivdir. Bu nə deməkdir? Səmərəli və interaktiv odur ki, burada biz hamımız aktiv şəkildə sual-cavaba qoşduruq. Sonda da hamımız aktiv şəkildə sınaq imtahanını işləyirik. Ekrana gətiririk bir-bir sualları işləyirsiniz, hamı aktiv olur. Sonda da bir-bir açırıq mikrofonu, variantlarımızı yoxlayırıq, izahlarımızı veririk. Ona görə də sinxron təhsil deyirik ki, interaktiv şəkildə keçirilir və sabit zamanda keçirilir. Sabit zaman nə deməkdir? Misal üçün, bizim tutaq ki, təlimimiz 6-cı gün saat 21:00, 3-cü gün saat 21:00-dadır. Bu sabit zamandır, dəyişmir. Siz bilirsiniz ki, bugün 21:00-da bizim təlimimiz var. Hamı eyni anda qoşulmalıdır. Yəni, hər 6-cı gün elə təsəvvür edin ki, 21:00-da hamı təlimə qoşulacaq. Ona görə də deyirik ki, sinxronun əsas xüsusiyyətlərindən biri sabit zamanda keçirilir, dəyişmir, vaxtı dəyişmir. Canlı ünsiyyət olur, rəy anidən verilir, interaktiv şəkildə keçirilir, digərlərindən daha sistemlidir, daha strukturludur. Və burada verilən suala da anidən cavab tapmaq olur. Eyni zamanda şagirdlərdə və yaxud müdavimlərdə ünsiyyət, kommunikasiya, əməkdaşlıq bacarığını da inkişaf etdirmiş olur. Daha sonra təbii ki, distantdırsa çatışmazlığı olacaq da. Misal, hal-hazırda bizim təlimə bəzi müəllimlər qoşula bilməyib. Elnura müəllim, internetimiz zəifdir, yol gedirəm, səs-küylü yerdəyəm, qoşula bilmirəm. Və bu təlimin çatışmazlığından biri ən başlıcası internet problemi yaranarsa, hal-hazırda bax, məndə də, sizdə də təlimimiz dayanacaq.
Ən başlıca problemimiz budur. Ümumiyyətlə, distantda ən başlıca problem budur. Sonra biz dedik ki, hamı eyni vaxtda qoşulmalıdır. Biz dedik 21:00-da hamı burada olmalıdır. İndi elə müəllim var ki, çatdırıb qoşula bilmir. Bax, problemimiz budur. Mümkün olmaya bilər ki, yəni həmən müəllim qoşula bilməsin. Və yaxud da şagird sayı çox olarsa, sual-cavab yorucu olacaq. Bu nə deməkdir? Bax, bizim təlimdə, yəni birbaşa bizim təlim sinxron olduğu üçün ona görə bizim təlimi inteqrasiya edirəm. Bizim təlimdə mən bir qrupda bütün müəllimləri individual sual-cavaba qoşmuram. Bu qrupda həm individual sual-cavaba qoşulan müəllimlər olur, həm də dinləyici müəllimlər olur. Bu da müəllimin öz istəyinə görədir. Biz təklifi veririk. Siz dinləyici olmaq istəyirsiniz, yoxsa individuala qoşulmaq istəyirsiniz? Təsəvvür edin ki, bir qrupda 30, 40, 50 müəllim qoşulub. Mən onların bir-bir hamısını sual-cavab etsək, yorucu olar, bəli. Hamıya vaxt çata bilməz, elə deyilmi? Vaxtımız bitər, hamını sual-cavab etməyə vaxt çatmaya bilər. Ona görə də sinxronun problemlərindən də biri odur ki, şagird sayı, müdavim sayı çox olarsa, dərs yorucu ola bilər, hamıya vaxt çatmaya bilər. Və sinxronun belə bir problemlərinin biz qarşısını alırıq. Misal üçün deyirik ki, hamı 21:00-da təlimə qoşulmalıdır. Qoşulmasan təlimi qaçıracaqsan. Xeyr, biz bunun qarşısını alırıq. Bax, hal-hazırda sizin dərsin video rekoru gedir. Bu video rekoru biz sonradan müəllimlərə göndəririk, qrupa göndəririk. Kimlər ki, qoşula bilməyib, sonradan da izləmə şansı olur. Yəni, burada söhbət distantdan gedirsə, o çətinliyin qarşısını əgər almaq bizim əlimizdədirsə, biz bu çətinliyin qarşısını almağa çalışırıq. Belə, bu oldu sinxron distantın növü. Bəs asinxron nədir? Yəqin ki, siz qoşulursunuz, YouTube üzərindən dərslərə qoşulursunuz. YouTube üzərindən dərslər necə olur? Qoşulursan, müəllim izah edirsən, dinləyirsən və yaxud da ki, materialı göndərir sənə, sual-cavab etmir də. Yəni, materialı göndərir, sınaqları göndərir, özün nə zaman istəsən oxuyub öyrənirsən. Asinxronun birinci xüsusiyyəti odur ki, burada sərbəstlik var. Bax, sinxronda sabitdir, vaxt sabit vaxtda keçirilir. Məsələn, sən bilirsən ki, 6-cı gün 21:00-da təlimimiz var, öyrənirsən və qoşulursan. Amma asinxronda sərbəstsən, istəyirsən öyrən, istəmirsən öyrənmə. Sən bilirsən ki, o müəllim mənə sual-cavab etməyəcək, mənim adımı çəkməyəcək, deməyəcək ki, Pərviz müəllim, aç mikrofonu, mən sənə sual-cavab edirəm. Ona görə sərbəstsən. Bax, bu artıq gəlir şagirdlərdə və müdavimlərdə problem yaşadır. Ən çox eşitdiyim problemdir. Elnur müəllim, mən YouTube üzərindən dərsə qoşulmuşdum, müəllim birə-bir sual-cavab etmir deyə, məndə materiallar yığılır, qalır, öhdəsindən gələ bilmirəm. Mən istəyirəm ki, siz məni birə-bir sual-cavab edəsiniz, onda məsuliyyətim daha çox artır. Bax, burada da asinxronda da gələk o qədər sən vaxtını səmərəli, vaxtından sərfəli istifadə edəsən ki, müəllimin sənə göndərdiyi materialları öyrənib, testlərin öhdəsindən gələsən. Yəni, bizdə WhatsApp qrupu olur. Mən orada baxıram. Bir-bir baxıram, görüm testləri kim işləyib göndərib. İşləyib göndərəndə mən yazıram ki, filan müəllim işləyib göndərmədi, testi göndərin. Yəni, bu sinxronda nəzarət olunur. Amma asinxronda sərbəstliyi verir. Proqramı müəllim əvvəlcədən sizə təqdim edir. Bax, proqramımız budur. Materialları sizə göndərir, testləri göndərir. Belə deyək ki, öz öhdənizdə qalır. Bax, şəklə baxın, şəkildə də vermişəm. Elə bilin ki, virtual kitabxanadır. İstədiyin vaxt daxil olub öyrənə bilirsən. Amma sinxronda sən bunu edə bilmərsən. Sən gələn dərs mən sinxron və asinxronu sizdən soruşacamsa, mütləq şəkildə bu mövzunu öyrənməlisən. Növbəti dərsdə digər mövzunu öyrənməliyik. Yəni, bu cür davam edir. Amma asinxronda sərbəstsən. İstədiyin vaxt daxil olarsan, istədiyin vaxt, yəni ki, materialları oxuyub öyrənə bilərsən. Və burada problemlər var. Müəllimdə ünsiyyət, müzakirə bacarıqlarını, şagirdlərdə də eyni zamanda kommunikasiya bacarıqlarını kölgədə qoyur. Çünki adətən, bax, YouTube üzərindən təlimə qoşulub, sonradan Zoom-a qoşulan müəllimlərdə mən bunu müşahidə edirəm. Biraz çətinlik çəkilər. Orada passiv izləyicisən. Passiv şəkildə oturursan, lazım onda bir müəllimə sual yazırsan YouTube üzərində. Müəllim də vaxtı olanda oxuyur o sualı, sənə cavab verir. Yəni, burada hansı ünsiyyətdən, hansı kommunikasiyadan biz söhbət edə bilərik, hansı təqdimatdan söhbət edə bilərik. Ona görə də asinxronun problemlərindən biri odur ki, şagirdlərdə ünsiyyət bacarığını inkişaf etdirmir. Bəzən olur, lazım olarsa, yəni xüsusiyyətdən biri budur. Ayda bir dəfə, 2 dəfə müəllim deyir ki, gəlin canlı qoşulaq, sual-cavab edək. Mütəmadi deyil.
Yəni sabit vaxtda deyil. Ayda bir dəfə, iki dəfə bunu etmək olar, amma müntəzəm deyil. Burada rəy ani verilmir. Bayaq dedim, məsələn, YouTube-da dərs keçirəm, siz mənə orada mesaj yazırsınız. Mən dərsi izah edirəm, elə deyilmi? Mən o sualı görsəm, həmən cavab verəcəm. Görməsəm, nə vaxt görəndə cavab verəcəm. Ona görə də deyirik ki, asinxronda rəy anidən alınmır, rəy anidən verilmir. Sinxronda amma canlı olduğu üçün hal-hazırda kimin nə sualı olsa anidən verir, anidən də rəyi alır. Asinxronda da rəy verilməlidir təbii ki, amma bu anidən olmur. Yaxşımı? Daha sonra bax dedik ki, ünsiyyətə daha az yer verilir. Rəy ani verilmir, müəllimdən güclü motivasiya, vaxtı idarə etmə tələb olunur, burada sərbəstlik var. Bax, bu da asinxronun əsas xüsusiyyətidir. Və sinxron və asinxronun ikisinin ortaq xüsusiyyəti nədir? Belə deyəndə müəllimlər deyir ki, distantın növüdür. Distantın növüdürsə, təbii ki, ortaq xüsusiyyətdir də. Bunu biz xüsusiyyət götürə bilmərik, məntiqsizlik olar. Asinxron və sinxronun ortaq xüsusiyyəti odur ki, müəllim şagird, şagird əməkdaşlığı olur. Bu nə deməkdir? Bax, hal-hazırda biz təlimdəyik. Siz mənə sual verərsiniz, mən cavablandıraram. Və yaxud mən sizə sual verirəm, cavablandırarsınız. Bir-birinizə sual verib cavablandıra bilərsiniz canlıda. Eyni zamanda təlimdən sonra da WhatsApp üzərindən də siz müəllimə sual yaza bilərsiniz və yaxud WhatsApp müzakirə qrupunda da sual-cavab edə bilərsiniz. Yəni, hər ikisində də bu mümkündür. Nəyə görə? Çünki distantdır da. Yəni, məsafədəndir. İstədiyin zaman müəllimə sual verib cavabını ala bilərsən, istədiyin zaman yoldaşlarına sual-cavab edə bilərsən. Bir dənə fərq odur ki, sinxronda anidən alırsan rəyi, asinxronda anidən rəy verilmir. Sonradan, məsələn, mənə WhatsApp-da mesaj gəlir, bax, hal-hazırda təlimdəyəm, təlim gedə-gedə mənə mesaj gəlib. Mən anidən açıb ona cavab verə bilərəm? Xeyr, gələk mənim təlimim bitə, biraz dincələm, sonra cavab verəm. Cavab verdik də, elə deyilmi? Amma anidən olmadı. Bax, belə bu qədər sadə, bu qədər rahat asinxron haqqında. Sonra hibrid var. Hibritə biz qarışıq da deyə bilərik. Hibriddə nədir? Yadınızdadırsa, bir müddət, deməli, koronavirus yayılanda bir müddət nazirlik əmr etdi ki, hibritə keçirilsin. Hibrid nə idi? Müəllimlər bir WhatsApp qrupu yaradırdı. WhatsApp qrupuna dərsi izahını verirdi. Dərs izahını göndərirdi. Səhəri gün uşaqlar gedirdi məktəbə, məktəbdə sual-cavab olunurdu. Elə bilin ki, sinxronla asinxronun ikisinin inteqrasiyası da deyə bilərik. Və mən kursda bu cür keçirəm ən çox. Yəni, materialları göndəririk, canlı şəkildə. Bunun sinxron kimidir, lakin sinxrondan bir fərqi var. Biz sinxronda da onlayn sual-cavab edirik. Amma hibriddə sual-cavab üzbəüz olur. Əyani şəkildə, hər hansı bir kursda sinif otağında baş verir. Yaxşımı? Ona görə qarışıq distant deyirik ki, buna sinxron və asinxronun ikisinin nəyidir? İnteqrasiyasıdır. Bu qədər sadə. Sonra kompüter əsaslı var. Kompüter əsaslı düzdür, proqramda yoxdur. Yəni, proqramda yalnız sinxron və asinxron var. Kompüter əsaslı da odur ki, yəni hamı eyni vaxtda qoşulur kompüter otağına, təlimə qoşulur. Hamı eyni vaxtda, təyin olunmuş vaxtda kompüter otağına keçir və kompüter otağında da təlimə qoşulur. Olur kompüter əsaslı distant təhsil. Sonra bayaq dedik kurslar var. Sabit zamanda keçirilən onlayn kurs var, açıq onlayn kurs var. Bax, sabit zamanda keçir. Bizim kursumuz sabit zamanda keçirilən kursdur. Çünki burada sinxron təhsili tətbiq edirik. Baxın, sabit, sinxron. Yəni, sinxrona aid olan bütün xüsusiyyətlər bu kursa aiddir. Yəni, bizim təlimdə açıq deyil, açıq onlayn kurs deyil, sabit onlayn kursdur. Nə üçün? Çünki hər bir qrupun özünün günü var, özünün saatı var. Aləm dəymir bir-birinə. Hər kəs bilir ki, hansı saatda, hansı vaxtda təlimə. Yəni, burada vaxt sabit zamanda keçirilir. Yəni, suallarda, testlərdə, məsələn, sizdən sorsa ki, sabit zamanda keçirilən onlayn kursa aid xüsusiyyəti seçin, sinxrona aid olan hansı xüsusiyyət olsa sabit zamanda keçirilən onlayn kursa aid olacaq. Sadəcə bu onlayn kursdur. Onlayn kurs daxilində keçirilən təlimin də növü sinxrondur. Digəri isə açıqdır. Açıq onlayn kursdur. Burada görsün müəllim yoxdur. Burada müəllim var, xeyr. Sadəcə burada CD, DVD disklərdən, YouTube izahlarından istifadə edə bilərsiniz. Açıq onlayn kursda isə asinxron keçirir. Açıq onlayn kurs, asinxron distant. Yəni, sən əgər
açıq onlayn kursa müraciət edirsənsə, orada sənə asinxron distant keçəcəklər. Və yaxud hal-hazırda hansısa bir asinxron təhsilə qoşulmusansa, onun adı, o kursun adı açıq onlayn kursdur. Yaxşımı? Çünki burada sərbəstsən. Sənin üçün yəni elektronlu kitabxanadır. Sənə materiallar göndərilir, bəzi müəllimlər də ümumiyyətlə maraqlanmırlar, materialları satırlar. Yəni YouTube izahlarının sınaqları verirlər. Yəni müəyyən məbləğ qarşısında ötürülərsə, siz də oxuyursunuz, öyrənirsiniz. Öyrənsən də sənə aiddir məsuliyyət, öyrənməsən də məsuliyyət sənə aiddir. Amma deyim ki, burada nəticə elə də yaxşı olmur. Ən yaxşı sabit onlayn kursda keçirilən sinxronda daha yaxşı olur. Yaxşı, biz distantı necə təşkil edirik? Bax, hal-hazırda Zoom platforması üzərindən təşkil etmişik. Yəni, müxtəlif internet vasitəsilə istifadə edə bilərik. Bu sinxrondur. Və yaxud TV üzərindən, YouTube üzərindən hər hansı bir izaha baxa bilərik. Yəni, müxtəlif Google Meet-də səhv etmirəmsə, orada da var. Yəni, müxtəlif kabel televiziyası vasitəsilə, internet vasitəsilə, müxtəlif saytlarda biz daxil ola bilərik. Həm sinxrondan, həm də asinxrondan istifadə edə bilərik. Yəni, bunu müxtəlif texniki vasitələrlə həyata keçirmiş oluruq. Və onu da deyək ki, necə ki, əyani keçdiyimiz dərsdə fəal interaktiv təlim olur, qeyri-fəal interaktiv təlimə bölünür. Distantda da elədir də. Yəni, distantda da biz fəal və qeyri-fəal təlimi tətbiq edə bilərik. Hə, indi gəlin bölək. Sizcə fəal interaktiv təlim sinxrona aid olacaq, yoxsa asinxrona? Mən inanıram ki, hamımızın beynində bir cavab var, sinxrona aiddir. Nəyə görə? Çünki orada hamımız interaktiv şəkildə, aktiv şəkildə təlimə qoşuluruq, müəllimi dinləyirik, sual-cavab edirik, testlər işləyirik. Və ona görə də bu fəal interaktivdir. Bax, qeyd etmişik, chatlardır, oyunlardır, canlı konferanslardır. Yəni, webinar, hal-hazırda siz webinara qoşulmusunuz. Yəni, mən sizə izah edirəm, dinləyirsiniz. İstədiyiniz sualı verə bilərsiniz, cavablandıra bilərik. Daha sonra müxtəlif iş tələb edən quizlərdir, testlərdir ki, biz hamımız daxil olub o testləri işləyə bilərik. Yəni, burada fəal interaktivdir. Bəs qeyri-fəalı hansına aid edəcəyik? Əminəm ki, beynimizdə nə deyirik? Asinxrona. Hansı kursa aid edəcəyik? Bəli, açıq onlayn kursa. Qeyri-fəaldır nəyə görə? Mən sizə bu mövzunun YouTube izahını da göndərəcəm. Evdə dinləyəcəksiniz sərbəst şəkildə. Mən orada özüm üçün danışıram. Siz mənə sual versəz, orada cavab ala bilərsiniz. Xeyr. Nəyə görə? Çünki materialdır, göndərmişəm sizə, oxuyursunuz, orada canlı deyil. Yəni, burada müxtəlif oxu materiallarından istifadə edirik. Burada müxtəlif audio, video kasetlərdir, DVD, CD disklərdir, video dərslərdən istifadə olunduğu üçün qeyri-fəaldır. O zaman fəal olar ki, burada müəllim və şagirdin qarşılıqlı ünsiyyəti olsun. Qarşılıqlı birgə işi olsun, əməkdaşlıq olsun, kommunikasiya olsun. Bax, o zaman biz deyəcəyik ki, bu fəaldır. Deməli, nə dedik? Dedik ki, sabit onlayn kursda keçirilən distantın növü sinxrondur. Və burada təlim interaktiv təlimdir. Sonra nə dedik? Dedik ki, açıq onlayn kursda keçirilən təlim asinxrondur. Burada istifadə etdiyimiz təlim qeyri-fəaldır. Dedik ki, sinxronda şagirdlərdə ünsiyyət bacarığı inkişaf edir, kommunikasiya bacarığı inkişaf edir, təqdimat bacarığı inkişaf edir, daha sonra rəy anidən verilir, sabit zamanda keçirilir, hamı eyni vaxtda qoşulur, sual-cavab olunur, testlər işlənilir. Amma dedik, bunun problemi nədir sinxronun? Çatışmazlığı odur ki, biz hal-hazırda qoşulmuşuq, hər hansı bir müəllimlər qoşula bilməz. Problem ola bilər ki, eyni vaxtda qoşulub, eyni vaxtda bitirəcəyik. Hansısa müəllim qoşula bilməz. Amma bu problemin qarşısını biz təlimdə alırıq. Video rekord edirik, sonradan göndərik, müəllim izləyə bilir. Sonra dedik ki, problem odur ki, çox şagird, çox müəllim olarsa, hamını bir-bircək digər müəllimlərə yorucu ola bilər, vaxtımız çatmaya bilər. Dedik təlimdə bunun da qarşısını almışıq. Dinləyici və individual sual-cavaba biz ayırıq müəllimləri bir qrupda. Daha sonra
Asinxronda nə dedik? Asinxronda dedik ki, şagirdlərdə ünsiyyət bacarığını inkişaf etdirmir, əməkdaşlıq, kommunikasiya bacarıqlarını inkişaf etdirmir, sərbəstlik var burada, sərbəst zamandır. Yəni istədiyin yerdə, istədiyin mühitdə, istədiyin zamanda oxuyub öyrənə bilərsən. Amma sinxronda bir mühitimiz var, o da Zoom-dur. Yəni hamı Zoom platformasına qoşulmalıdır. Mən Zoom-a qoşuram, yox mən WhatsApp-da qoşulub dinləyəcəm Elnura müəllimə. Mən nə bilim Google Meet-də xeyr. Burada bir dənə sabit zaman olduğu kimi mühitimiz də bir dənədir. Hamı eyni mühitə qoşulur. Amma asinxronda istəyirsən evində dinlə, istəyirsən harda istəyirsən dinlə, öyrən. Və asinxronun dedik ki, ən böyük problemlərindən biri də odur ki, rəy anidən verilmir. Sən sualı verirsən, müəllimin vaxtı olanda sənə cavab verir. Çatışmazlıqları da odur ki, səndən güclü motivasiya tələb edir. Vaxtını elə bölməlisən ki, verilən testlərin öhdəsindən gələsən. Heç sinxronda bəzən müəllimlərimiz vaxtı çatdırıb testləri işləyə bilmirlər vaxtlı-vaxtına. Bilirlər ki, misal üçün, bugün təlimimiz var, bugünkü təlimə kimi göndərilən testlər işləyib bitirilməlidir ki, növbəti mövzuya aid də biz testlər göndərəcəyik. Bəzən o ki, heç bunu çatdıra bilmirlər. Asinxronda bunun öhdəsindən necə gəlsinlər? Bax, ən böyük problem asinxronda budur. Bax, belə, hibrid də dedik ki, ikisinin qarşığıdır. Sinxron və asinxronun qarşığıdır. Sinxrona daha çox bənzir. Bir dənə buradan fərqi nədir? Fərqi odur ki, sinxronda biz sual-cavabı da onlayn edirik. Distant edirik, məsafədən edirik. Amma hibriddə odur ki, materialı onlayn göndərirəm, izahı onlayn verirəm və hamı gəlir kursda və yaxud sinifdə sual-cavab edib testlərimizi işləyirik. Bax, belə. Bu bizim mövzumuzdur və bu mövzunu birdən də sizin üçün şərait yaradacağıq 3-cü gün. 21:00-da qoşulacağıq. Bu mövzunu sual-cavab edəcəyik. Təbii ki, individual fərdi formada sual-cavab edirik. Bax, nə gözəl, səliqəli şəkildə kamera bağlı, mikrofon bağlı dinləyirsiniz. Bax, gələn dərsdə də bu cür, yəni mənim bir dənə, belə deyək də, metodum, strategiyam var, bir-birimizə hörmət. Tutaq ki, mən Pərviz müəllimlə sual-cavab edirəm. Pərviz müəllim yanlış cavab verdi. Müdaxilə etmirik. Yəni, həmən müəllim özü öz səhvini düzəldəcək. Mən heç sevmirəm. İnanın ki, yəni istər müəllim nə qədər ödəniş etsə də və yaxud neçə vaxt təlimdə olsa da, o müəllim hər dəfə bir müəllimlə sual-cavab edində, düz elə müəllimlə rastlaşmamışam, müdaxilə etsə, mən onu həmən qrupdan kənarlaşdıra bilərəm. Çünki bir-birimizə hörmət etməliyik, hörmətlə yanaşmalıyıq. Kim istəyir, kimin arzusu var, orada əl işarəsi var. Əlimizi qaldırırıq. Bir-bir hər kəs ardıcıl, səliqəli şəkildə sual-cavab edirik. Kiminsə sualı varsa, həmən mikrofonu açıb, yəni yerdən, tutaq ki, mən bir müəllimlə sual-cavab edirəm, digər müəllimin beynində bir sual yarandı. Həmən o müəllimin vaxtına müdaxilə olunmur. O müəllimlə mən sual-cavabımı bitirirəm, sonra kimin sonda ümumiyyətlə ümumi sual verirəm. Kimin nə sualı varsa, açır mikrofonunu, mənə sualını verir. İstər individuala qoşuldun, istər müzakirəyə qoşulun, heç bir fərqi yoxdur. Və sonda da sual-cavabımız inşallah 3-cü gün bitəndən sonra elə burada vaxtla, dəqiqə ilə ekrana sualları gətirəcəm, imtahan şəraiti yaradırıq. Hər təlim olur bu. Keçdiyimiz mövzu üzrə sualları işləyəcək. Ondan sonra ev tapşırığı verəcəm testləri. Yaxşımı? Yəni, indi bax, mən sizə ev tapşırığı verməyəcəm, test işləməyəcəksiniz. Yalnız göndərəcəyim PDF-dən. Bax, indi nə keçdim mən sizə? Bəli, bugün yollayacağım. Təlim bitən kimi qrupunuza gəlir materiallar. Avtomatik materiallar da göndərirlər sizə. Növbəti dərsdən avtomatik sınağı da göndəririk. Yəni, burada təlim bitdi, növbəti dərsdən. Buradakı sınaqla yekunlaşmırsınız. Avtomatik keçirik onlayn sınağa. Davam edirik onlaynla. Onlaynda işləyirsiniz, nəticəni bizə göndərirsiniz. Və müzakirə qrupumuz olur, material qrupumuz olur. Başda da dedim, material qrupu bağlı qrupdur. Ora yalnız biz materiallar göndəririk. Məsələn, bu mövzunun video izahıdır, PDF-idir, audio izahıdır. İnanın ki, kitabdan oxumağa ehtiyac yoxdur. Mən bütün materialların bir-bir qısa, lakonik, açar məqamlarını qeyd etmişəm. Yəni, kitabdan uzun-uzadı oxumaqdansa bu PDF-ləri çıxarıb oxumağınız daha məsləhətlidir. Eyni zamanda elə səslər göndərik ki, sizə, mən görürsünüz, səsim batıb. O səsdə həm izah edirik, 40 dəqiqə, yarım saat və o səsdə sual-cavab edib göndərirəm.
Öz-özümə sual verirəm. Uşaq da evdə deyir ki, özün verdiyin sualı niyə cavablandırırsan? Özüm sual verib, özüm cavablandırıb göndərirəm sizə. Yəni, əlimdən gələn hər şeyi edirəm ki, siz sabah düşüb hansısa material dalınca, hansısa YouTube izahına, kitabdan o mövzunu axtarmayasınız. Mənim müəllimlərim var, səslərdə də var. Onlar deyir ki, Elnur müəllim, biz maşında cəmaat mahnıya qulaq asır. Biz sizin səslərinizə qulaq asıb bu, yəni nəticəni toplamışıq imtahanda. Nə qədər çox səsə qulaq assanız, bir o qədər heç kitab üzü açmağa, heç PDF-dən də oxumağa ehtiyac olmur. Amma bir dəfə məsləhət görəm, oxuyun PDF-dən lakonik məqamları. Ondan sonra səsli izahlara qulaq asın, dinləyin. Belə. İnşallah növbəti dəfəki təlimimiz, bax bu hal-hazırda kimlər iştirak edibsə təlimimizdə sizlər üçün nəzərdə tuturuq. 3-cü gün saat 21:00-da yenə qoşulacağıq və bu mövzunu gözəl-gözəl, səliqəli şəkildə sual-cavab edəcəyik. Canlı sınağımızı işləyib, onlayn sınağımızı işləyib, sonra növbəti dərsin izahını verəcəm. Mən hər dərs yeni mövzunun izahını verirəm. Bəzi mövzular var ki, situativ suallar işləyəcək. Orada mütləq şəkildə açar məqamları qeyd etdirirəm. Ona görə də həmişə yanınızda bir metodika dəftəriniz olsun, bir qırmızı, bir də göy qələminiz olsun. Biz lazım olan məqamları, orada açar məqamları qeyd edəcəyik. Hər təlim belə edəcəyik. Və növbəti dərsin izahından sonra keçib sınavlarımızı işləyəcəyik. Bax belə, deyərsən çox danışdım, başınızı ağrıtdım, gələn dəfə də siz danışarsınız. Nəsə sualınız var təlimlə bağlı və yaxud bu mövzu ilə bağlı? Mövzunu heç kitablarda var, amma mənim öz vəsaitimdə də var, digər kitab. Amma inanın ki, heç orada oxumağa ehtiyac yoxdur. Sizə lakonik PDF və izahlar göndərəcək. Nəsə sualınız varsa, qaranlıq qalan məqam varsa, buyurun. Yeganə xanım, buyurun. Çox sağ olun, təşəkkür edirəm müəllimə hər şeyə görə. İnşallah ki, mən illərdir işləyirəm, amma kurikulum o qədər mənə yatdı ki. Sevəcəksiniz kurikulumu. İlk öncə sevəcəyik. Yəni bir işi, sevmədiyimiz işi həmişə, məsələn, adi xanımlar bilir də, evdə yemək də bişirəndə, sevərək bişirəndə daha dadlı olur, elə deyilmi? Yəni burada da birinci sevəcəyik, inanın gələn dərsdən, bax bu mövzu var ha, gələn dərsdən elə sual-cavab edəcəyik, elə öyrənəcəksiniz ki, yatanda da oyadıb siz sual verəndə avtomatik cavab verəcəksiniz. Yəni heç narahat olmayın. Siz təsəvvür edin ki, bir-bir müəllimlərlə sual-cavab edəndə, misal üçün tutaq ki, bax Aygün müəllimə ilə sual-cavab etdim, sonra digər müəllimlərlə sual-cavab edirəm. Aygün müəllim həm sual-cavabda iştirak edir, həm də digərlərini dinləyir. Eyni zamanda Afaq müəllimdir. Digərlərini də dinlədikcə tamam Afaq xanım çıxa bilərsiniz, zaten biz də yekunlaşdırırıq. Digərlərini dinlədikcə o beynimizdə avtomatikləşir. Hamı ilə bir-birini sual-cavab edirik, o beynimizdə avtomatikləşir, heç vaxt yadımızdan çıxmır. Növbəti dərslərdə də, yeni mövzular keçəndə də əvvəl keçdiyimiz mövzuları da mən sual-cavab edirəm. Yəni buna əmin ola bilərsiniz. Belə, başqa nəsə sualınız, sözünüz varsa buyurun. Bilirəm, metodikanı çox müəllim sevmir, çox müəllimin yadında qalmır, amma mən əlimdən gələni edirəm. Yəni özünüz də gördünüz, bacardığım qədər loru dildə izah etməyə, sadə dildə izah etməyə çalışıram ki, kitab dilində deyil, sadə dildə izah etməyə çalışıram ki, rahat öyrənəsiz deyə. Yəni bu mövzu sizə çox rahat gələcək. Növbəti mövzularımız da hamısı inşallah bu cür rahat beynimizə həkk olacaq. Sualınız varsa buyurun verin, yoxdursa mən materialı göndərim. Buyurun Pərviz müəllim. Elnura müəllim olar. Məsələn, burada indi hər bir müəllimi salamlayıram əvvəlcədən. Məsələn, müəllimlər, burada məsələn qeyri-ixtisaslar var da. Necə deyim, mən məsələn fiziki tərbiyəyəm, tarix var, kimya var. Burada məsələn hər bir fənnə aid məsələn testlərdə belə olar ki, tərtib eləyəndə nəzərə alasınız ixtisasları müəllimə? Təbii ki, alırıq. Misal üçün, siz fiziki tərbiyə müəllimisiniz. İndi bəzi mövzular, məsələn, distans sizə ayrı, kimya, tarix müəlliminə ayrı düşməyəcək. Yəni, eynidir, amma situasiyalar işləyəcək. İnteqrasiyanı keçəndə, bilik taksonomiyanı keçəndə, məsələn, mən sizinlə sual-cavab edəndə situasiyanı fiziki tərbiyə aid verəcəm. Sizə durub tarixdən sual verməyəcəm. Və yaxud tarix müəlliminə durub fiziki tərbiyədən sual vermirəm. Hər bir müəllimin öz ixtisasına uyğun sualları veririk. Və testlərdə də qarışıq olur testlərdə də. Zaten burada istiqamət dəyişmir. Yəni o situasiyaya sualların keçəndə onun izahını verəcəm sizə. Misal üçün, bax, fiziki tərbiyədə fiziki tərbiyəyə aid terminlərdən istifadə olunur. Tarixdə də tarixə aid terminlərdən istifadə olunur. Misal üçün deyirəm ki, şagird fiziki tərbiyədə öyrəndiyi hərəkətləri ümumiləşdirir.
Ümumiləşdirdi, elə deyilmi? Tarixdə də deyirəm ki, ümumiləşdirir. Ümumiləşdirir, tətbiq edir, ümumiləşdirir, yerinə yetirirsə, ikisində də prosedural tətbiq etmə oldu. Sadəcə burada biz təbii ki, siz situasiyanı keçəndə, mikrofonu açanda ixtisasınızı soruşuram hər kəsdən. Öz ixtisasınıza uyğun hər kəsə situasiyalar veririk. Heç narahat olmayın, yaxşımı? Oldu Yox, xanım. narahat olmayın. Biz Təlimdə niyə görəcəksiniz. gördüyümü məlumat. Məsələn, biz imtahana gedəndə bu illikdə, yəni qeyri-ixtisaslardan bir dənə də bizə düşmədi. Düşməz, Amma motor xeyr. funksiyası düşdü, psixomotor düşdü, sinifin idarə olunması düşdü, o Bəli, belə. bəli, elə indi psixomotor çıxıb düşməyəcək artıq. Sizdə məndə olub da miqdə gedən müəllimlərim olub fiziki tərbiyədə. Sizdə daha çox taksonomiya, psixomotor düşürdü. İndi Bəli, artıq bəli. psixomotor yığılıb Bloom taksonomiyası və sizdə ən çox prosedural bilik tətbiq etmə düşəcək. Çünki sizdə Zonalardan. tərbiyədir, hərəki psixomotor bacarıqlardır. Yenə də deyirəm, heç narahat olmayın. Yəni bunları biz nəzərə alırıq. Mən özüm də hər il işləmirəm, amma hər il miqə girirəm. Özüm ibtidai sinif müəllimiyəm. Görüm hansı tip, məsələn, ibtidai sinif müəlliminə durub fiziki tərbiyədən və yaxud da ki, nə bilim, tarixdən, coğrafiyadan situasiya düşmür. Mən niyə görə Oldu fiziki müəllim, tərbiyə təşəkkür müəlliminə ederim. situasiya verim? Narahat olmayın. Yəni burada individual odur ki, biz hər bir müəllimin özünə, ixtisasına uyğun situasiya verəcəyik. Amma bu da bilik, taksonomiya, təfəkkür, bir də inteqrasiya mövzularındadır. Amma qalan mövzu, distant necə sizə ayrı, digərinə ayrı düşə bilər? Hamıya ümumi düşür. Onu fərdiləşdirəcəyik situasiyalarda. Yaxşımı? Başqa Təşəkkür kimsə... ederim. Buyurun Fəriz müəllim. Başqa kimsə sual varsa verə bilər. Siz sağ olun Ayda xanım. Sualınız yoxdursa, xeyr, qətiyyən Nigar xanım. Yəni ki, bu metodik çərçivə 2026-dır, 2025 deyil, 2026-dır. Yəni gələn il imtahanda sizə düşəcək mövzulardandır. Onu indi göndərəcəm qruplarınıza, həm ixtisasdan, həm də kurikulumdan düşəcək mövzulardandır. İstər kurikuluma qoşulsanız, istər ixtisasa qoşulsanız, baxın, əgər təlimçi sizə kənar bir mövzu keçirsə, ondan tələb edin. Bu mövzu mənə keçməyəcəksə, nə üçün mənə keçirsən? Axı, bu mövzu yoxdur proqramda. Yəni, proqramdan məlumatlı olun. 21-ci əsr müəllimləriyik. Proqramdan məlumatlı olun. Yaxşımı? Əlinizdə materialınız olsun, proqram olsun ki, sabah hansısa müəllim sizə vaxt əldə etmək üçün vardı elə müəllimlər. Vaxt əldə etmək üçün əlavə mövzular keçməsin. Ona görə də göndərəcəm qrupa. Həm ixtisasınızdan, həm də metodikadan, mövzulardan tanış ola biləcəksiniz. Nəsə sualınız var? Çox sağ olun Gülnar xanım. Sualınız yoxdursa o zaman bugünlük sağollaşaq. Bizdə təlim bir saat yarım davam edir. Çünki sual-cavab edirik, testlər işləyirik. İndi mən bugün danışdım deyə, yalnız ilk dərsin izahı oldu deyə, yəni bu qədər düşünürəm kifayətdir. Yenə də sizə qaranlıq qalan hər hansı bir məqam varsa, sual varsa buyurub verə bilərsiniz. Yoxdursa, mən sizə həm proqramı göndərim, həm də materialları göndərim. Gələn dərs üçün hazır olaq. Yaxşımı? 3-cü gün 21:00-da bax, burada hal-hazırda iştirak edən müəllimlər hər kəs qoşulacaq, sual-cavab edəcək. Belə müəllimlər. Yoxdursa sualınız, buyurun. Sağ olun müəllim. Sizlər sağ olun. Gecəniz xeyrə qalsın. İndi materialı göndərəcəyik qrupunuza. Sağ olun müəllimlər.